Salam, axşamınız xeyir olsun əziz şagirdlər. Bugün keçirilən 27 aprel tarixində keçirilən 9-cu sinif buraxılış imtahan suallarını gec olsa da sizlə bölüşmək istəyirəm həllərini. İnşallah nəticələriniz yaxşı olar. Biz də sevinərik. Baxaq görək riyaziyyatdan birinci sualda nədir? Düz xəttin bucaq əmsalını tapın. Görürük ki, funksiyamız koordinat başlanğıcından keçdiyinə görə y bərabərdir kx funksiyasının qrafikidir. X-imiz 2 olanda y-imiz 4 olur. Biz buradan k-nı tapsaq, k bərabərdir y bölünsün x. Yəni 4-ü 2-yə bölsək, bərabərdir 2. Deməli, k əmsalımız, bucaq əmsalımız 2-yə bərabərdir. Cavab B bəndi. Keçək növbəti suala. Suallardan görünür ki, suallar çox da çətin tipli düşməyibdir. İnşallah öhdəsindən gəlmiş olarsınız. Radiusu 19 olan çevrənin mərkəzindən bir dənə çevrə çəksək, radiusu 19-dursa, məsafə 19-dur. Bildik ki, çevrənin mərkəzindən istənilən nöqtəsinə qədər məsafə radiusdur. Mərkəzdən 25 metr məsafədə olan nöqtədən, mərkəzdən 25, deməli, mərkəzdən çevrəyə qədər 19-dursa, çevrədən nöqtəyə qədər məsafə neçə qalır? 6. Çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Elə ən kiçik məsafəni soruşursa, elə həmin nöqtədə 6. Cavab bu qədər sadə 6. Keçək növbəti suala. Modul ifadənin cəmi, fərqi. Mənfi modulda 7,5-dən, bildik ki, modulda mənfidən həmişə müsbət çıxır. Müsbət 7,5 çıxaq. Müsbət 3,5-dan elə özü çıxır. 3,5 bölünsün 2. Bu da bizə verər 7,5-dən 3,3-ün çıxanda 4,2. 4,2-ni də 2-yə bölsək, 2,1. Cavab 2,1. Yəni, modul heç zaman mənfi ola bilməz. Keçək növbəti sualımıza. Ölçüləri 3, 5, 8 olan düzbucaqlı parlapetin tam səthinin sayısını tapın. Bilirik ki, düzbucaqlı parlapetdə tillər veribdir. A bərabərdir 3, B bərabərdir 5, C bərabər 8-dirsə, tam səthinin sahəsi, düzbucaqlı parlapetin tam səthi 2 vuraq, AB üstə gələk AC, üstə gələk BC. Düsturu ilə hesablanır. Gəlin qiymətləri yerinə yazaq, hesablayaq. 2 vuraq. A-nın yerinə 3, B-nin yerinə 5. A-nı B-yə vuranda 15. Üstə gələk AC. 3-ü 8-ə vuranda 24. Üstə gələk BC. 5-i 8-ə vuranda 40. Bu da bərabərdir. 2 vuraq. Mötərizədəki cəm bizə neçəni verir? 39. Üstünə də 40 gələndə 79. 79-u da 2-yə vursaq 158. 2 vuraq 79. O da bərabərdir 158. Cavab varmı? E bəndi. Yəqin ki, hesablamalarımızı düz aparırıq. 2 zər eyni zamanda bir dəfə üst-üzə düşən xallar cəmi 6-dan kiçik olmaması. Bax, burada biz diqqətli olmalıyıq. 6-dan kiçik olmaması deyir. Gəlin belə eləyək. 6-dan kiçik olmasını tapaq, onun əksi olan ehtimalda 1-dən çıxaq. 6-dan kiçik olması üçün 2 zərərdən ən az neçə düşə bilər? 2 düşə bilər, 3 düşə bilər, 4 düşə bilər, 5 düşə bilər. Gəlin görək, buradakı saylar neçədir? 2 düşərsə düşmə halları neçədir? 1 ilə 1 düşə bilər. 3 düşəndə hansı xallar düşə bilər? 2 ilə 1 düşə bilər, 1 ilə 2 düşə bilər. Ayrı hal mümkündür? Xeyr. 4 düşməsi üçün cəminin 4 düşməsindən söhbət gedir. Deməli, 3 ilə 1 düşə bilər, 1 ilə 3 düşə bilər, bir də 2 ilə 2 düşə bilər. Ayrı hal mümkündür? 4 olması üçün xeyr. 5 olması üçün 1 ilə 4 düşə bilər, 4 ilə 1 düşə bilər, 3 ilə 2 düşə bilər, 2 ilə 3 düşə bilər. Ayrı hal mı var? 5 olması üçün xeyr. Sayaq görün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, 36-dan 10 dənəsi 6-dan kiçikdir. Bu da ixtisar gedir. Lap 2-yə ixtisar eləsəm 18-dən 5-i. 18-də 5-i 6-dan kiçikdir. Amma deyir 6-dan kiçik olmaması. Onda biz 1-dən 18-də 5-in çıxmalıyıq ki, qalsın 18-də 13-ü.
Deməli, 6-dan kiçik olmaması ehtimalı 18-dən 13-dür. Və eyni qayda ilə ola bilər ki, bəzi şagirdlərimiz onu 6-dan böyük halları yazar. Yəni 6-nın özü də daxildir artıq burada. 6, 7, 8, 9, 10, 11, 12 cəmi bu qədər düşə bilər ki, hər birində biz məcburuq ona görə 26 dənəsini sayaq və ixtisar eləyəndə qalsın 18-də 13. Davam eləyək suallarımızdan. AD 15, ümumi 15-dir. AB 7, AB 7, BC də CD-yə bərabərdir. BC də CD-yə bərabərdirsə hər birinə x deyək. Toplasaq 3-ünün cəmi 15-dir. 2x üstə gəlsin 7 bərabərdir 15. 2x bərabərdir 8-dirsə x bərabərdir 4. Bizdən BC-ni soruşur. Elə BC-miz də 4-dür. Cavab 4 olaraq götürə bilərik. Sonra baxaq ixtisara. Baxsaq ki, kəsrin sürət və məxrəcində x kvadratları var. Hər ikisindən x kvadrat getdi. Y kvadratı y-lə kvadrat getdi. 25 ilə 15-i ixtisar edirəm 5-ə 3-ü düşür. İxtisar edirəm 5-ə 5-i düşür. Məxrəcdə deməli 5 qalıb, sürətdə 3 qalıb. Bir dənə y var. Alara baxaq. Alar getdi, qaldı məxrəcdə a üstü 7. Məxrəcdə bir dənə də a üstü 7 var və sürətdə bir dənə də 2 var. Onda sürətdə nə qaldı? 6y bölünsün 5 a üstü 7. 6y bölünsün 5 a üstü 7. Cavab yəqin ki, A bəndi olur. Sonra keçək növbəti suala. 2,1 çıxaq 1,9 ifadənin qiymətini hesablayın. Deməli, birinci mötərizənin içərisi hesablanır, orta məxrəcə gətirək. 3 ilə 9-a orta məxrəc 9-un özüdür. Yaza bilərəm 2,9-da 3-ə böləndə 3-ü düşür, 9-a böləndə 1-i düşür. 9-da 3 çıxaq 1,9-da 1. Mötərizənin için sadələşdirək. Qalır 1,9-da 2. Bizdən 1,9-da 2-ni 7,3-də 1-ə bölməliyik. Kəsr də kəsrə böləndə 1,9-da 2-ni bölsəm 7,3-də 1-ə bildik ki, düzgün olmayan kəsrə çevrilir, tərsinə vurulur. 9-da 11 bölək 3-də 22 eləyir, düzdürmü? 9-da 11 vuraq 22-də 3. İxtisarımıza baxaq. 11-ə ixtisar edirəm 1 dəfəm, 2 dəfəm. 3-ə ixtisar edirəm 1 dəfəm. Neçə düşür? 3 dəfəm. Düzdür? Nə oldu cavab? 6-da 1. 6-da 1. Təzədən 6-da 1-in də üstünə sonda 4-də 3 gəlir. 6-da 1-in də üstünə gəlsək 4-dən 3-ün ortaq məxrəc 12-ni tamamlasaq 2 dəfəm, 3 dəfəm. 3-dən 3, 9, üstünə də 2 gələndə 11. Oldu, aldıq 12-də 11. O da C bəndində uyğundur. Sonra sadə sual. A kvadrat çıxaq, B kvadratı sürətdə yazsaq bir dəfəm 48-dən 32-sini çıxıram. Neçəsi qalır? 16-sı. Bir dəm də 48-in üstünə 32 gələndə eləyir 80. Məxrəcə baxaq. 21-dən 19-un çıxaq 2. 21-in üstünə 19 gələk 40. Da fərqi cəmi yazmadım, özünüz bilirsiniz. 80-dən 40-ı ixtisar elədim 1 dəfəm, 2 dəfəm. 2 ilə elə 2-nin özünü ixtisar eləsək nə qaldı? 16. Deməli, cavab olaraq 16-nı götürə bilərik. 73. İkisi də eyni dərəcədəndirsə, bilir ki, biz bunu 1 dərəcəyə kökün altında yaza bilərik. 4-cü dərəcədən 6 plus 2 kökdə 5 vuraq 6 minus 2 kökdə 5. Yuxarıda göstərdiyimiz 2 kökdə 5 göstərdiyimiz A plus B, A minus B-nin düsturunu tətbiq eləsək, 4-cü dərəcədən A plus B-ni A minus B-yə vursaq, yəni burada 2 kökdə 5-dir, 2 dərəcə deyil. A kvadrat çıxaq, B kvadrat. 6-nın kvadratı 36 çıxaq. 2 kökdə 5-in də kvadrat eləyər 20. 36-dan 20-ni çıxanda 4-cü dərəcədən 16 qalar. 16 da 2 üstü 4 olduğuna görə bundan da nə çıxır? 2-nin özü çıxır. Cavab 2 alındı. Sonra y-in hansı qiymətindən nöqtələr arasındakı məsafə 2 olar?
Deməli, A və B nöqtələri arasındakı məsafəni biz düsturunu yadımıza salsaq, AB bərabərdir kök altda x2 minus x1-in kvadratı üstə gəlinsin y2 minus y1-in kvadratını yadımıza salsaq və bunu bərabər 2 desək, deməli kök altı 4 imiş ki, bu 2 çıxır. Onda x2 çıxar x1. Bax, birinci təliyin A nöqtəni x1, y1 deyək, ikinciyə x2, y2 deyilir. 4-dən 6-sını çıxanda mənfi 2 qalır, kvadratı 4. Üstə gəlinsin. Y2 çıxsa y1 demişdik. 4 çıxaq y kvadratı. Bərabər oldu neçəyə? 4-ə. Çünki kökün altı 4 imiş ki, 2 çıxır. Və yaxud da 2-ni kvadrata yüksəldir, hər tərəf kvadrata yüksəldir. Hər tərəfdən 4-ə islah eləsək, qalır nə? 4 minus y-in kvadratı bərabər 0. Buradan alırıq y bərabərdir 4. Deməli, cavabımız 4 olaraq götürə bilərik. Bərabər yanlı üçbucaqda yan tərəfə paralel olan orta xətt. Baxaq görüm sualımıza. Bərabər yanlı üçbucaqda yan tərəfə paralel olan orta xətt uzunluğu 4-dür. Orta xətt bilirik ki, oturacağa paraleldir və onun yarısıdırsa, bu 4-sə burada 4-dür. 4 yox, bağışlayın, yan tərəf 8-dir. Bərabər yanlı olduğuna görə bir yan tərəfdə 8-dir. Üçbucağın perimetri 22 veribsə, bilirik ki, perimetr A plus B plus C-dirsə, burada da bərabər yanlı olduğuna 2A plus B-dir. 8-in üstünə 8 gəlsək 16 eləyirsə, 16 üstə gələk B bərabər 22. Buradan alırıq ki, B bərabərdir 6. Yəni, üçbucağın oturacağını soruşursa, 6-ya bərabər olduğunu deyə bilərik. Kazım öz puluna 8 dəftər 5 karandaş. Gəlin dəftərə x deyək, karandaşa y deyək. Deməli, 8 dəftərə 8x, 5 karandaşa 5y pul verir. Və ya 6 dəftər. Dəftər x idisə 6x və 8 karandaş. Üstə gələk 8y. Dəftərin qiyməti, karandaşın qiyməti neçə dəfə çoxdur. Yəni, bu bizə belə soruşur ki, x bölü y tapda bunlar bərabərdirsə, alırıq ki, 2x bərabərdir 3y. Buradan x-i də y-ə bölsən bərabərdir 1,5. Yəni, dəftərin qiyməti, karandaşın qiymətindən 1,5 dəfə çox olmuş olar. Uşaq anadan olanda atasının 25 yaşında idi. Yaxşı. İndi uşaq anadan olanda atasının 25 yaşı varsa, deməli, ata uşağına 25 yaş böyükdür. Deyək, ata, bu da olsun uşaq. İndi onların yaşları cəmi 45-dir. Yəni, uşağın x yaşı varsa, atanın var x plus 25. Bu ikisinin yaşları cəmi neçə oldu indi? 45. Toplasaq, 2x üstə gəlsin 25 bərabərdir 45. Buradan alırıq ki, 2x bərabərdir 20, x bərabərdir 10. Bizdə uşağın neçə yaşı var? Yəqin ki, x-imiz də uşağın yaşı idi. 10 yaşı olar. Çünki 10 ildən sonra uşağın 10 yaşı olanda atanın 35 yaşı olub, cəmi də olub 45. Baxaq görüm, situasiya məsələlərindən nədir? Həlli tələb olunan. 2 fəaliyyət birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birlikdə 8 saat. Birinci fəaliyyət təkdir, həmin tapşırıq ikincidən 12 saat tez yerinə yetirir. Gəlin belə eləyək. Birinci fəhliyə x deyək, ikinci fəhliyə x plus 12 deyək. Bunlar 1 saata, birlikdə 8 saata yerinə yetirirsə, 1 saata işin hansı hissəsini görər? 8-də 1-ni. 1 bölü x üstə gəlsin, 1 bölünsün x plus 12. Yazaq 12. Bir dəqiqə burada. 1 bölünsün, x üstə gəlsin 12. Bərabərdir 8-də 1. Buradan birinci fəaliyyət təkdə bu işi nə qədər vaxta yerinə yetirər? Bizə x lazımdır. Bəzi şagirdlər birinci şagirdi deyək ki, x plus 13 götürür. Xeyr. Yəni, bu deyək ki, 8 saata görürsə, ikinci 12 saat gec görəcək. Bu da 20 saata görür. Yenə birinci fəaliyyət ikincidən neçə saat tez görür? 12 saat. Yəni, diqqətli olmaq lazımdır burada. Orta məxrəcə gətirsək, orta məxrəcimiz deməli, ikisinin hasili olar. X vuraq, x plus 12. Birinci mötərizədə yoxdur. İkincidə x plus 12, ikincidə x-dir. Bərabərdir 8-də 1. Qrup aşağı mötərizənin x kvadrat üstə gəl 12x bərabərdir. Burada sürətdə nə qalıb? 2x üstə gəl 12 deyilər. 8-ə vursam, bu sürəti toplasam
2x üstəgəl 12 eləyər və çarpaz şəkildə 8-i vururam eləyir 16x üstəgəlinsin 96. Keçidək bir tərəfə təlimimizi həll eləyək. X-in kvadratı çıxaq 4x çıxaq 96 bərabərdir 0. Artıq cəmi -4 hasili -96 olan ədədləri 12 ilə 8 olduğunu görə bilərik ki, bunu belə yaza bilərəm. X çıxaq 12, x üstəgələk 8 yazsaq 0-a bərabər olar. Buradan x bərabər neçə aldıq? 12. Çünki x-imiz -8 olsa ödəməz. Çünki deyək ki, zaman mənfi ola bilməz. Deməli, x-imiz neçə oldu? 12. Elə bizdən də birinci fəhləni soruşur. İkinci fəhləni soruşsaydı neçə deyərdik? 24 deyərdik. Sonra düzbucaqlının bucaqlarından birinin tənböləni. Düzbucaqlıdır. Bucaqlarından birinin tənböləni. Deməli, bu düzbucaqdır. Tənbölən bunu neçə dərəcə ilə böləcəyik? 45 dərəcə ilə. 45, 45. Burada düzbucaqçı eyni qayda ilə burada 45 oldu. Artıq bu tərəflə bu tərəf bərabərdir. Kiçik tərəfi 4. Bu kiçik tərəf 4-dür, onda burada 4-dür. Düzdür? Deyir ki, onun tərəfini yarıya bölür. Onda bu bir tərəf 4-sə, böyük tərəf neçə oldu? 8. Perimetrini tapın. Sadə sual. P bərabərdir. 2 vuraq A plus B. O da bərabərdir. 2 vuraq A-mız 4-dür. B-miz də oldu 8. 4-ün üstünə 8. 12 2-yə də vuranda 24. Deməli, cavabı 24 olaraq götürə bilərik. Sonra baxaq 80-ci suala. Stolun üzərindəki, yəqin kitabının qeydini götürdünüz. Bu PDF kimi də yükləyərəm. Baxarsınız şəkil üzərindən də. Stolun üzərindəki dik duran qələmə ondan 150 sm məsafədə olan fənər tutularsa, uzaqlıqda fənər tutular. Qələmin arxasındakı divara 48 sm uzunluqda kölgə əmələ gəlir. Qələmin hündürlüyü 30 olarsa, qələm ilə kölgə arasındakı məsafəni tapın. Sualımız nədir? Bax, deyək ki, bu bizim qələmimizdir. Bundan 150 sm məsafədə bizim fənərimiz var. Fənər buradan deyək ki, verəndə bunun kölgəsi belə gedir də, düzdür? Bu artıq bura qələmin hündürlüyü 30 olanda, qələmin hündürlüyü 30, onun kölgəsi olur 48. Bizdən haransı qələm ilə kölgəsi arasındakı məsafə, qələm ilə kölgəsi arasındakı məsafə bax buranı soruşur bizdən. Gəlin bura birdən x-dir. Görünür ki, burada 2 dənə düzbucaqlı üçbucaq yarandı. 2 düzbucaqlı üçbucağın oxşarlığını nəzərə alsaq, böyük düzbucaqlı üçbucaqda katet 48, kiçik düzbucaqlı üçbucaqda katet 30 bərabərdir. Böyük düzbucaqlı üçbucağın aşağıdakı katet, ümumi katet gedir. 150 plus x. O birisinin kateti isə 150. O 48 ilə 30-u ixtisar eləyək, sadələşsin. 6-ya ixtisar eləyək, 5-i düşsün. 6-ya ixtisar 8-i düşsün. Çünki böyük ədədə vuranda bizi yormasın. Tənasib kimi vursaq, 5-i 150-yə vursaq, 750 üstə gələk 5x bərabərdir. 150-ni 8-ə vursaq, 1200. 15-i 8-ə vuranda 120 elirsə 1200. Buradan alır ki, 5x bərabərdir. 200 orada, 200-ə 450. X də bərabərdir 90. Deməli, qələmlə kölgəsi arasındakı məsafə neçə oldu? Yəqin ki, hesablamamız düz olar. Cavab 90 olur. Və sonuncu suala baxaq. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alan sayı, yalnız ingilis dilindən məqbul qiymət alan sayla 3 nəfər adı. Deməli, rus və ingilis dilində olan 2 dənə məqbul qiymət alanların sayı verilibdir. Ümumi sayı neçədir? 22. Birinə yazaq rus dilindən, birinə yazaq ingilis dilindən məqbul qiymət alanlar. Yalnız rus dilindən məqbul qiymət alanların sayı buradakı. Yalnız ingilis dili fənnin məqbul qiymət alanların sayından 3 nəfər azdır. 3 nəfər az. Deməli, rus dilində x-dirsə, ingilis dilində x plus 3-dür. Rus dili azdır. Həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alanları isə 7 nəfər. Həm rus, həm ingilis isə 7 nəfər deməli kəsişmə. Yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayını tapın. Yalnız ingilis dilindən deyirsə x plus 3-ü soruşur bizdən.
Gəlin indi biz ümumi sinifdə 22 şagird varsa toplasaq x plus 7 plus x plus 3 bərabər 22 desək, buradan alırıq ki, 2x plus 10 bərabərdir 22, 2x bərabərdir 10, 2x bərabərdir 6. X-i 6 tapdıq, düzdür? Bizdən yalnız ingilisdir. Bax, x plus 3 soruşur. X plus 3 də bərabərdir 9. Deməli, yalnız ingilis dilindən məqbul qiymət alanlar 9 nəfər imiş. Bu qədər, əziz şagirdlər. İnşallah sizə köməyim dəymiş oldu. Hər birinizə uğurlar.